iştirakçıları. İstedadlar Akademiyası layihəsi çərçivəsində yekun hesabat konsert tədbirimizə hər biriniz xoş gəlmişsiniz. Azərbaycan Respublikasının dövlət himni səslənir. Canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində keçirilən ustad dərslərindən qısa fragmentlər izləyəcəyik. Ustad dərslərində iştirak edənlərə diplom təqdimatı və maraqlı konsert proqramı olacaq. Öncə İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Müsayə xanım Beləndərlini səhnəyə dəvət edir. Teşekkür ederim. Değerli konaklar, hürmetli tədbir iştirakçıları, hər birinizi xoş gördük. İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi 9 ildən çoxdur fəaliyyət göstərir. 2021-ci ildə isə dövlət qeydiyyatını alıb və qeydiyyatı alındığı ildən də qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bütün grant müsabiqələrində kiçik grant da olsa hər zaman qalib olmuşuq və buna görə də dövlətimizə təşəkkürümüzü bildiririk. Bugün İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İstedadlar Akademiyası layihəsi çərçivəsində keçirilən ustad dərslərinin yekunu olaraq yekun hesabat konsert tədbirinə toplaşmışıq. Biz 3 ay ərzində 7 ustad dərsi keçirdik, amma sadəcə 7 ustad dərsi olsa da hardasa 9 sahə üzrə dərslərimiz keçirildi. Bakı və Gədəbəydə olduq. Bugün burada dəyərli qonaqlarımız var. Çox dəyər verdiyim şəhid anamız Nailə xanımı gəlin ilk növbədə alqışlayaq. Tədbirimiz davam edir. Əvvəlcə mən səhnəyə qəhrəman ana Nailə xanımı dəvət etmək istəyirəm.
Saatdən demişəm, atölyeyi sayılır. Baxdım, 5 dəqiqəlik idi konsertlərdən, ancaq 5 dəqiqəlik çəkilən bir rolik kontrasında belə bir ayrı məziyyəti var, çünki bunlarla gözümlə görmüşəm. Sizə Allah olsun, Sarıqın, başqasını deyib bilmirəm. Gəz qulaqlarımızla işləmək, onları dəvət eləmək, onları bir araya toplamaq, dərd-dərd çox olur, bilirəm, sizin əziyyətləşiniz. Və bunu dəyərləndirirəm. Sizə çox hava olsun ki, bu yolda ağlasınız. Kömək yardımcı olsun, hesab yolu biləsiniz. İstəyirəmizdə olan xanımlar, hansı deyirsiniz və onlara söykəmisiniz bu işi görəndə, bəylər, dərd bir Allah canını sağ eləsin və uşaqlarımıza da bu yolda uğurlar arzu edirəm. İnanın, mən hər dəfə demişəm, mən çox dəvətlərdə olmuşam, çox yerlərdə dəvətlərdə olmuşam. Axırda özümü sizin təqdirləri tapdım. Niyə? Çünki bizim körpələr var, onların uğurları var, onların uğurunu çox sevirəm və onlara uğurlar arzulayıram. Bir-birindən maraqlı ifalar, çıxışlar olacaq. İlk növbədə mən səhnəyə Gədəbəy rayonunda aşıq yaradıcılığı üzrə ustad dərsini tədris edən Aşıq Toğrul Gədəbəylini dəvət edirəm. Bütün diqqət üçün burada şəhərimizin anasını gördüm, əllərimizdən öpürəm. Bu Sarıq xanım çox gözəl bir təşəbbüs ki, burada müəllimləri, gəncləri, istedadlıları bir araya gətirirsiniz. Sizə öz təşəkkürümü bildirəcəm. Sağ olun.